Salam, axşamınız xeyir olsun. Bir xəbər Güney Azərbaycandan İranda yaşayan türklərdən əlimizə gəldi. Onu xidmətinizə çatdırmaq istəyirəm. Dostlar Azərbaycanda elan elədilər ki, Şadiqan və İzə şəhrinin ələ keçirməsi ilə və xalq orada eləyə biliblər, hakimiyyəti dövlətin əlindən çıxardılar, öz əllərinə gətirdilər. Səbəb olub ki, Azərbaycanda yeni bir iştiyaq və şoq yaranıbdır. Bundan dolayı bəzi ittilaiyələr yayılır və milli fəalların cəmiyyətləri, şuraları istəyirlər xalqlarımız tamam şəhərlərdə, kiçik şəhərlər, böyük şəhərlərdə hamısında, yəni heç şəhər istisnasız hamısından milli fəallar dəvət edirlər. Sabahdan hər gün axşam saat 5-dən sonra xiyabanlara tökülür. Milli fəalların dediyinə görə istəmirlər ki, xalqımız bir xiyabanda, bir meydanda toplansınlar. Bəlkə istəyirlər ki, tamami məhəllələrdə millət çıxsın xiyabana, qızlı, oğlanlı, kişili, arvadlı və öz istəklərin, öz fikirlərin, milli istəklərin ortaya qoysunlar. Beləliklə, bais olsunlar ki, İran dövləti eləyə bilməsin, Azərbaycanda olan insaniyyət ziddinə olan polisləri toplayıb buradan ya ziddi şurişi, ya bəsici, ya pasları buradan toplayıb aparsın İzəni və fəlaciyəni şey eləsin, oranı sərkub eləsin. Ya Şadiqanlar ki deyirlər, onları sərkub eləsin və onları vursun. Onların o əlinə gətirdiyi zəfəri əllərindən alsın. Bunun üçün lazımdır ki, Azərbaycanın tamami şəhərlərdə, türklər hər yerdə İranda yaşırlar, o şəhərlərdə ayaq üstə dursunlar və sabahdan hər gün saat 5-dən sonra gecə yarısına qədər davam versinlər və hətta əgər mümkündür, hətta hər məhəllədə bir 10-15 nəfər də ayıq qalsa, bir şüar versələr, bais olar ki, polis gecələr yatmaz. Polisə əman verməsəz ki, yatsın, istirahət eləsin, 2 günün içində dağılar. Çünki onlar məcburdular 24 saatda yatalar. Yatanmasalar eləyə bilməzlər, gəlsinlər polisə. Nəticətən nə olar? Əmələn bunlar əfsürdə olarlar, narazı olarlar, ya ərtişdən və polisdən qoyub qaçarlar. Bunun üçün milli fəallarımız sizlərdən hamızdan kiçik və böyük şəhərlərdə, yəni Kələkbər çıxmasın özün kənara, Əhər çıxmasın kənara, Vərziqan çıxmasın kənara, Təbriz çıxmasın kənara, Urmut çıxmasın kənara, Şəbistər çıxmasın kənara, Xoy, Səlma, Sumakı, heç yer, Zəncan, Xudabəndə, Sultaniyyə, heç yer, Əbhər, Qəzvin, Həmədan, heç yer türklər özlərin kənara çıxmasınlar. Hər yerdəki vardılar, öz məhəllələrində çıxsınlar xiyabanlara, öz məhəllələrində şüar versinlər və bu fəlahiyənin və belə yəni Şadiqanın və İzənin o hərəkətini himayət eləsinlər. Eyni halda fəqət Azərbaycan şüarı. Nə Suriyə, nə Lübnan, canım fədai Azərbaycan şüarı zahirən milli şüarlardan biridir ki, yazılıbdır. Mən gözləyirəm ki, bu bəyaniyə gəlsin əlimə. Bəyaniyə gələn kimi bu sizin xidmətinizə yetirəcəyəm. Bəs milli fəallar dahi sukutu razı görməyiblər Güney Azərbaycanda. Güney Azərbaycanların tamami şəhərlərində, kətlərində xalqıdan istəyirlər ki, Azərbaycançı milli şüarlarının sabah saat 5-dən, yəni Seşənbə günü saat 5-dən axşamdan sonra tamami şəhərlərdə, tamami küçələrdə, tamami xiyabanlarda rahpeymalıq olsun və millət istəklərini hər yerdə desinlər, etirazlarını hər yerdə eləsinlər. Görək ki, inşallah gələcək nə cür olacaqdır. Hələlik bu qədər, gecəz xeyri qalsın.